adətən nəyə tələsirik? Məsələn, nəsə alış-veriş eləməyə. Səbrimiz çatmır. Məsələn, bu pulu yığ, 5 aydan sonra alarsan. Hamısı kreditdir. Alarsan da nə olur? Onu da alaq, bunu da alaq. Hamısını yükləyək üstümüzə. Dünya işində biz çox tələskənik. Tələsirik. 2 aydan sonra alarsan da, nə edirsən bunu? Bu boyda yükü niyə vurmursan özünə? Necə daşıyacaqsan? Daşıya da bilmir, gərginləşib ha. Stres, ailə, dava. Siz bilmirsiniz mən bu pulu hardan qazanırım. Nə vacib idi öz bu boyda yükün altına salasan ki? Girmirsən bu boyda kreditin altına, indi gərginlikdir, hamını qəlbini qırır. Hamının boynuna minnət qoyur ki, mən qazanıram, siz bilmirsiniz hardan qazanırım. Yükləməz o bu boyda, nəyə ehtiyac var? Nə bacarırsan onu elə. Nəyə gücün çatır onu elə. Yox, əgər bu boyda yükün altına girib gərginləşəcəksən, evdə gündə dava çıxacaqsa, eləmə, nəyə lazımdır?